Salam hər kəsə, hər vaxtınız xeyir. Bu videoda sizlərə yeni bir ön satış proyekti göstərəcəm. Bu ön satış proyektində coinimiz Sui tabanlıdır. Yəni kanalımızda deyəsən ilk dəfədir ki, mən Sui tabanlı bir coin çəkirəm. Normalda BSC, Ethereum, yəni Tron zəncirində falan olurlar. Ancaq bu adından da məlum olduğu kimi Sui DEX proyektidir. Əsas videonun əsas məqsədi bir yatırım tövsiyəsi deyil. Sadəcə sizlərə bu proyekti necə istifadə edə bilərsiniz, necə ön satışa qatıla bilərsiniz və proyektin nə kimi xüsusiyyətləri var, bunlara sizlərlə birlikdə göz gəzdirəcəyik. Proyektə ilk girdiyimizdə bizi bu bölüm qarşılayır. Normalda saytın içərisində Azərbaycan dili mövcud deyil, ancaq istəsəz Google Translate-dən istədiyiniz dilə tərcümə edə bilərsiniz. Ancaq tərcümə elədikdə bəzi sözlər biraz yanlış tərcümə oluna bilər. Sui tərəfindən dəstəklənən ilk daimi ticarət, Sui blockchain tərəfindən dəstəklənən sürətli, təhlükəsiz və aşağı qiymətli token ticarəti 1 gün 19 saat qalıb məhz növbəti tura keçməli. Növbəti tur nədir dostlar? Hal-hazırda tutaq ki, coinin qiyməti 1 sentdirsə, indi birazdan daha ətraflı göstərəcəm coinin qiyməti nədir falan. İndi mən özümdən deyirəm. Coinin qiyməti 1 sentdirsə, məsələn, növbəti turda 1.2 sent olacaq. Yəni turlar artdıqca coinin qiyməti artır. Yəni nə qədər əvvəl, nə qədər tez qatılsaq, bir o qədər də çox qazanmaq şansımız var. Burada proyektin dəstəkçiləri var. Mən bu dəstəkçiləri məsələn, yəni tanımıram. Normalda borsa adları CoinGecko, CoinMarketCap kimi proyektlər olanda mēs rahat tanıyırıq. Ancaq bunları mən tanımıram, bilmirəm siz tanıyırsınızsa. SuiDEX nədir? Sürət və səmərəlilik üçün yaradılmışdır. SuiDEX ildırım sürətində əməliyyatlar, sıfıra yaxın fi haqları və müasir treyderlər üçün nəzərdə tutulmuş qüsursuz DeFi təcrübəsi təklif edir. Qabaqcıl xüsusiyyətləri və təhlükəsizlik. Daxili yəqin ki, staking yazmaq istəyiblər. Likidlik havuzları və çarpaz zəncir dəyişdirmə funksiyası ilə SuiDEX yüksək səviyyəli təhlükəsizliyi qoruyarkən qabaqcıl ticarət alətlərini təqdim edir. Məhz niyə Sui zənciri burada qoyublar? İnkişaf etdirici dost, aşağı gecikmə, güclü təhlükəsizlik, yüksək ölçəklənəbilirlik, gələcəyə dayanma texnologiyası, ultra aşağı ödənişlər, növbəti səviyyə istifadəçi təcrübəsi. Yəni hər zəncirin əslində özünə məxsus xüsusiyyətləri var, gücü, sürəti var. İndi bu Sui-də məhz xüsusiyyətləri bunlardır. 63x bugünkü qiymətə siyahı. Bu nədir? Yəni burada demək istəyirlər ki, biz hal-hazırda bu coin-i alsaq, məhz listələndikdə 63 qat qazanc əldə edərik. Təbii ki, bunun bir qarantiyası yoxdur. Yəni burada da 3000% listing, yəni 3000% yüksək qiymətə listelənəcək məhz SuiDEX coin-i. Burada AVNT coin-i 1450% güclü qiymətə listelənib. Aster coin-i 320, mənim tanıdığım coinlərdən biridir. Hype coin-i 510% və Apex coin-i də 1680%, yəni 17x daha yaxşı qiymətdən listelənib. Bu da nə deməkdir dostlar? Tutaq ki, biz Apex-in ön satışına qatılmışıq və $100 coin almışıq ön satışdan. Məhz borsada listələndikdə bizim $100 coinimiz $1680 eləyir. Yəni 17 qata yaxın bir qazanc deməkdir. SuiDEX-in burada tokenomik bölməsi var. Maksimum təchizat 7 milyard. İlk bazar dəyəri 2.4 milyon dollar. Tokenin adı, daha doğrusu tiketi SuX qısacası yəni. Burada da hansı bölmələrə paylanıbsa, məhz onu bizlərə göstərirlər. Bunu gəlin ingiliscə eləyək. Public sale, açıq satış 1.750, yəni 25%-i public sale üçün ayrılıb. Staking və ödüllər üçün 15%, likidlikə havuzu üçün 10%, öz komanda rəhbərləri üçün 13%, call 5%, ekosistemin genişlənməsi üçün 25% və bir də treasury fund, bu nədir? Bu da desən nəsə inkişaf falan da, yəni xəzinədarlıq fonduna 7% ayrılıb. Sui Trading tam gücü, burada yenidən xüsusiyyətləri var. Yol xəritəsi var. Yol xəritəsində də yəni diqqət çəkici nələr var. Yəni sizə baxaq. Burada stakingi
görürük. Daha sonra mobil pul hissəsini görürük. Token dəyişdirmə funksiyası, yəni öz swap bölmələrini açacaqlar. PancakeSwap və Uniswap kimi. Saytın içərisində rahat bir şəkildə bunların coinlərini və bir çox coinləri məhz al-satını eləyə biləcəyik burada yazılanlara görə. İndi isə gəlin necə biz ön satışa qatıla bilərik buna baxaq. Presə ilə qoşuluna klikləyirik. Bundan sonra istəyirəm dili ingilis dilinə tərcümə edeyim. Buralar çünki vacibdir. Öz kaşlokumuzu məhz bura bağlayırıq. Kaşloku bağladıqdan sonra balansımız məhz bura yansıyacaq. Gördüyünüz kimi mənim balansımda bu qədər BNB var. Digər tokenləri də buradan görə bilərsiniz. Sizdə də məhz belə göstərəcək balansınızı. Burada hal-hazırdakı ön satış qiyməti 0.0014 sentdir. Listələmə qiymətini isə 9 sent yazıblar. Yəni bunu bir daha bildirim ki, yəni hər hansı bir qarantiya yoxdur buna. Burada gəlin başqa nələrə baxa bilərik. Növbəti turda məhz bir gün 19 saatdan sonra coinin qiyməti baxın bu olacaq. Necə almaq istəyiriksə, daha doğrusu hansı coinlə almaq istəyiriksə bunu seçirik. Tutaq ki, USDT BSC zəncirində USDT-ni seçirik. 100 yazırıq. Məsələn 100 dollara məhz 69.930 ədəd SUX coini ala bilərik. Yəni nə qədər almaq istəyirsinizsə özünüz bura məbləği yazırsınız. 25 dollara bu qədər və ya digər coinləri ya da digər zəncirləri özünüz seçə bilərsiniz. Buradan referans promokodu da bura yazıb daha çox coin əldə edə bilərsiniz, bonus qazana bilərsiniz. Mən promokod tapsam sizin üçün videonun altına yerləşdirəcəm. Baxaq burada deyəsən özümüzün promokodu olmalıdır. Məhz bu linkə tıkladıqda dostlar, yəni böyük ehtimal promokod yəni sizdə artıq aktiv olacaq. Həmçinin yəni nə qədər qazanmısınızsa referral qismından, yəni dostlarınızı dəvət edərək nə qədər qazanmısınızsa bunları da bizdə burada göstərir. 17% USDT ilə 5% də SUX coin ilə qazanır. Bu nə deməkdir dostlar? Deyək ki, öz dostunuzu dəvət elədiniz və dostunuz 100 dollarlıq SUX coini aldı. Sizlərə 17 dollar pul veriləcək, bir də 5 dollarlıq SUX coini veriləcək. Yəni toplam 22%lik gəlir əldə edəcəksiniz. Məncə çox yaxşı bir referans sistemidir. Claim bölməsindən də öz coinlərinizi claim eləyə bilərsiniz, kaşlokunuza çəkə bilərsiniz. Yəni burada məncə artıq elə də yəni çətin bir şey yoxdur və göstəriləsi artıq elə də bir şey yoxdur. Bir daha bildirim ki, hər hansısa bir sualınız olsa videonun altında yazıb soruşa bilərsiniz. Bu video bir yatırım tövsiyəsi deyildi. Sadəcə sizlərə necə istifadə edə bilərsiniz onu göstərdim. Başqa videolarımızda görüşmək ümidi ilə sağ olun.